Wall Street-i tutun etiraz aksiyası New York şəhərinin Wall Street küçəsinə yürüşlə başladı. Polis nümayişçilərin qarşısını alaraq onların New Yorkun səhm birjasına daxil olmasına icazə vermədi. Birləşmiş Ştatlarda və başqa ölkələrdə zənginlərlə yoxsullar arasında fərq uçurumu Wall Street-i tutun fəallarının New York küçələrinə çıxmaları səbəblərindən biridir. İqtisadi bərabərsizlik və işsizlik üzündən yüzlərlə şəhərlərdə fəallar etiraz aksiyası keçirdi. Fəallar maliyyə böhranı yaşayan bankların sadə insanların vergiləri hesabına öz problemlərini həll etdiklərini, lakin maliyyə böhranı yaşayan sadə insanların krediti aldıqları evlərinin əllərindən alınmaları ilə üzləşdiklərini deyirlər. Wall Street-i tutun hərəkatı maliyyə böhranına görə bankları və Wall Street-i təqsirləndirir. Fəallar deyir ki, ölkə ictimaiyyətinin 1% zəngin təbəqəsi külli miqdarda pul əldə edir. Siyasətçilərdən istifadə edərək zənginlərin vergilərinin artırılmasının qarşısını alırlar və yoxsulların sosial xidmətlərinə mənfi təsir göstərməklə 99% yoxsul və orta təbəqədən olan insanlardan səmərələnirlər. Lakin Amerikanın Sahibkarlıq İnstitutunun nümayəndəsi Peter Wallison deyir ki, vergilərin azaldılması və iqtisadiyyatda nəzarətin azaldılması iqtisadiyyatın bərpa olmasına kömək edəcək. Onun dediyinə görə, Apple şirkəti kimi yüksək texnologiya şirkətlərinin inkişafı onu göstərdi ki, hökumət Steve Jobs kimi sahibkarların qarşısını kəsməməlidir. Wallison deyir ki, gəlir bərabərsizliyi sahibkarların risk edərək məhsul istehsal etmək yolu ilə zənginləşmək şansından az əhəmiyyət daşıyır. Bu insanların əksəriyyəti çox yoxsul şəraitdə böyüyüb. Apple şirkətinin yaradıcılarından biri olan Steve Jobs buna çox gözəl misaldır. Steve Jobs bacarığı və imkanlara malik bir cəmiyyətdə yaşadığına görə zəngin oldu. Lakin Siyasət Araşdırmaları İnstitutunun nümayəndəsi John Kuvana işsizliyin səviyyəsinin artmasının zəngin olmaq barədə köhnə təsəvvürlərə dair şübhə yaratdığını deyir. Məncə, Wall Street-i tutun hərəkatının bu dərəcəyə çatması və populyarlığı bu kimi düşüncələrin cəfəngiyat olduğunu göstərdi. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ABŞ ictimaiyyətinin zəngin təbəqəsinin 1/4 hissəsinin qazancının ölkənin yoxsul təbəqəsinin 1/4 hissəsinin qazancından 14 dəfə çox olduğunu bildirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Angel Gurria deyir ki, bir çox cəmiyyətlərdə yoxsul və orta sinif təbəqəsi qeyri-müəyyənlik və qorxu içərisində yaşayır. İşsizlik kimi iqtisadi problemlər həll edilməyincə nümayişlərin davam etdiriləcəyi gözlənilir. Nümayişçilər deyirlər ki, etiraz aksiyalarına səbəb olmuş iqtisadiyyat və işsizlik problemləri həll olunmayınca hərəkat davam edəcək. Vaşinqtondan Bəxtiyar Zamanov, Amerikanın səsi.